Salam, hər vaxtınız xeyir. Bugün 6-cı sinif coğrafiya dərsliyindən giriş bölməsi ilə tanış oluruq. Coğrafiyanı nə üçün öyrənirik? İnsanların həyatında ev, qida, geyim, əyləncə və başqa ehtiyaclar mühüm rol oynayır. Bu ehtiyacların demək olar ki, hamısı təbiətdən təmin olunur. Coğrafiya yer səthinin təbiətini, əhali və onun təsərrüfat fəaliyyətini öyrənir. Bu elm obyektlərin sadəcə harada yerləşməsini deyil, nə üçün orada olduğunu və zaman keçdikcə necə dəyişdiyini tədqiq edir. Coğrafiyaçılar həm yerin təbii xüsusiyyətlərini, həm də insan cəmiyyətini araşdırır. Coğrafiya ənənəvi olaraq fiziki və insan coğrafiyası olmaqla iki sahəyə bölünür. Son dövrlərdə insanın təbiətə təsirinin artması ilə əlaqədar olaraq coğrafiyanın yeni bir sahəsi ətraf mühit coğrafiyası sürətlə inkişaf etməyə başlamışdır. Gəlin görək, fiziki coğrafiya nəyi öyrənir? Fiziki coğrafiya təbiəti, orada baş verən hadisə və prosesləri öyrənir. Məsələn, dağların yaranması, vulkan, zəlzələ, fırtına və başqa coğrafi hadisələr, həmçinin onların baş verdiyi ərazilər və səbəblər fiziki coğrafiyanın öyrənmə sahələrinə aiddir. Yəni, fiziki coğrafiya qısa desək, ətraf mühiti, orada baş verən bütün təbii coğrafi prosesləri öyrənən elm sahəsidir. İkinci, insan coğrafiyası və ya iqtisadi və sosial coğrafiya insanları, kənd təsərrüfatını, sənayeni, ticarəti, nəqliyyatı, fərqli mədəniyyətləri və onların dünyanın müxtəlif yerlərində məkan və zaman baxımından dəyişməsini öyrənir. Qısa şərh etsək, iqtisadi coğrafiya, yəni insan coğrafiyası, insanın təbiətə təsirini, ətraf mühitə təsirini, onun ətraf mühitdə yaratdığı sənaye sahələrini və s. öyrənən bir elm sahəsidir. Üçüncü, ətraf mühitin coğrafiyası insanın təbiətə təsiri ilə ətraf mühitdəki canlı və cansız aləm üçün yaranan problemləri, bu problemlərin yayılmasını, ətraf mühit üçün yaranan riskləri və bu risklərdən qorunma yollarını öyrənir. Yəni, müasir dövrdə insanın təbiətə mənfi təsirlərini öyrənən elm sahəsi ətraf mühitin coğrafiyasıdır və burada insanların təbiətə təsiri daha çox öyrənilir. Məsələn, atmosferdə azon təbəqəsinin seyrəkləşməsi, meşə yanğınları, digər qlobal problemləri öyrənən elm sahəsi ətraf mühitin coğrafiyasıdır. Daha sonra yer kürəsində hər yeri görmək, tanımaq və tədqiqatlar aparmaq ancaq coğrafi bilik və bacarıqlar sayəsində mümkündür. Bu bacarıqları xəritələr, coğrafi informasiya sistemləri, çöl tədqiqatları, modelləşdirmə və s. vasitəsilə qazanmaq olar. Gəlin görək, xəritə vasitəsilə necə bilik və bacarıqları əldə edə bilərik. Biz xəritəyə baxanda ərazi haqqında müəyyən məlumatları ala bilirik. Məsələn, fiziki xəritəyə baxsaq, burada dağları, düzənlikləri, hansı ərazinin dağlardan, hansılarının düzənliklərdən ibarət olduğunu müəyyənləşdirə bilərik. Və bu da bizim xəritədən məlumat almağımıza təsir göstərir. Coğrafi informasiya sistemləri hazırda istifadə etdiyimiz ənənəvi xəritələrin müasir elektron versiyasıdır və onlardan bir qədər də üstündür. Biz coğrafi informasiya sistemləri ilə ərazi haqqında daha dolğun və geniş məlumatları əldə edə bilərik. Çöl tədqiqatları müəyyən alimlər, elm adamları tərəfindən əraziyə ekskursiya təşkil olunmaqla aparılır və müəyyən bir müddət çərçivəsində ərazi daxilində alimlər tərəfindən tədqiqatlar aparılır, ərazinin təbii coğrafi şəraiti öyrənilir və bu haqda müəyyən qeydlər götürülərək növbəti vaxtlar ərzində ərazidə hansı işlərin görülməsinə ehtiyac varsa, hansı komponentlərin qorunmağına ehtiyac varsa, bunlar araşdırılır, öyrənilir. Bu adlanır çöl tədqiqatları. Yəni, əraziyə ekskursiya təşkil olunmaqla oranın təbii şəraiti daha yaxşı, daha dərindən öyrənilmiş olur. Modelləşdirmə nədir? Məsələn, fotoda gördüyünüz qlobus özü yerin modelidir. Yəni, model əsasında, model üzərində müəyyən bir təbii coğrafi hadisə və proseslər öyrənilə bilir. Məsələn, deyək ki, biz kürə formasını tanımasaq və kiməsə desək ki, yer kürə formasındadır, onun təxəyyülündə bir
forma canlanmaz. Ancaq biz həmin insana qlobusu göstərsək, desək ki, yer bu formada, yəni kürə formasındadır. Ancaq bu zaman onun təxəyyülündə müəyyən bir forma, görüntü formalaşar ki, yer hansı formaya malikdir. Bu adlanır model əsasında öyrənmə. Bundan başqa hava kütlələrinin hərəkəti modelini və yerin və ayın öz oxları və günəş ətrafında hərəkəti modeli, yəni telluri cihazı vasitəsilə də modelləşdirmə üsulu ilə müəyyən bir məlumatları əldə etmək mümkündür. Bundan başqa vulkan modeli, zəlzələ modeli və s. modellər də mövcuddur ki, onların əsasında müəyyən məlumatları əldə edə bilərik. Coğrafiyanın əhəmiyyəti nədir? Bilirik ki, müasir dövrdə coğrafiya elmi çox əhəmiyyətli bir sahəyə malikdir. Coğrafiya bizə aşağıdakı istiqamətlər üzrə faydalı bilik və bacarıqlar verir. Bir-bir hamısı ilə tanış olaq. Günəş sistemi, yer planeti və digər səma cisimlərinin xüsusiyyətləri. Biz coğrafiya elmində Günəş sistemi haqqında, ayrıca yer planeti haqqında və digər səma cisimlərinin xüsusiyyətləri, özəllikləri haqqında müəyyən məlumatları əldə edə bilirik. Bundan başqa yer kürəsində baş verən daxili və xarici proseslər, yəni zəlzələnin baş vermə səbəbi, vulkanın baş vermə səbəbi və s. digər daxili və xarici proseslər haqqında coğrafiya elmi vasitəsilə məlumat almaq mümkündür. Yer səthində relyefin müxtəlifliyi və onun səbəbləri. Relyef nədir? Relyef yer səthindəki nahamarlıqların, yəni dağların, düzənliklərin, çökəkliklərin cəmidir. Biz onun müxtəlifliyi və bu müxtəlifliyin səbəbləri haqqında da coğrafiya elmi vasitəsilə məlumat alırıq. Yer səthinin çox hissəsini əhatə edən okeanlar, dənizlər, çaylar və s. digər su hövzələri. Məsələn, yer səthində dənizləri, çayları, yeraltı suları, buzlaqları, bataqlıqları və s. su hövzələrini biz coğrafiya elmi vasitəsilə daha dərindən öyrənib məlumat alırıq. Hava və iqlim, onların dəyişməsi və bu dəyişikliklərin təbiətə, insanlara təsiri haqqında məlumat alırıq. Yəni, iqlimin dəyişməsi, qlobal istiləşmə və soyuqlaşmanın təsiri və onun nəticələri haqqında məlumatı biz coğrafiya elmindən alırıq. Həmçinin bunun insanlara və təbiətə gələcəkdə təsirlərini də coğrafiya elmi araşdırır. Torpaqların müxtəlifliyi, onların yayılması və torpaqlardan istifadə. Torpaqlar bildiyiniz kimi hər bir ərazidə müxtəlifdir. Yəni, torpaqlar adətən rənginə və məhsuldarlığına görə bir-birindən fərqləndirilir və müxtəlif ərazilərdə də bu müxtəlif formada özünü göstərir. Bir ərazinin torpağı münbit, digər bir ərazinin torpağı isə kasıb ola bilər. Və həmçinin torpaqların yayılması və onlardan istifadəni də biz coğrafiya elmi vasitəsilə öyrənirik. Bitki və heyvanlar aləminin müxtəlifliyi, yayılması və onların tükənmə səbəbləri coğrafiya elmi vasitəsilə öyrənilir. Bitkilərin və heyvanların nəslinin kəsilməsi, onların müəyyən bir ərazidə coğrafi yayılması və s. haqqında biz coğrafiya elmində geniş məlumat alırıq. Təbii ehtiyatlar, onların istifadəsi və tükənməsi. Təbii ehtiyatlar həm yerin daxilində olan mineral ehtiyatlar, həm də xarici olaraq günəş enerjisi, külək enerjisi və s. ehtiyatların cəmidir. Onların istifadəsi və tükənməsi haqqında biz coğrafiya elmində məlumat alırıq. Yəni, coğrafiya elmində hər hansısa bir təbii ehtiyatın, yəni tükənən təbii ehtiyatlardan söhbət gedir təbii ki, neçə il müddətə bizə çatacağı müəyyənləşdirilir, hesablanır və biz də bu təbii ehtiyatlardan, tükənən təbii ehtiyatlardan qənaətlə istifadə etməliyik ki, gələcək nəsillərə də bu ehtiyatlar çatsın. Digər tükənməyən təbii ehtiyatlar isə, məsələn, günəş enerjisi, külək enerjisi və s. Bizim istifadəmizdədir hal-hazırda və biz bu təbii ehtiyatlardan nisbətən geniş şəkildə istifadə edirik. Növbəti, müxtəlif xalqlar, adət-ənənələr, fərqli mədəniyyətlər və onların yayılması. Yəni, coğrafiya elmi həm də müxtəlif xalqları, onların dil ailələrini, adət-ənənələrini, dinini və s. xüsusiyyətlərini öyrənməklə də məşğuldur. İnsanların təbiətə səyahətləri, istirahəti və müxtəlif nemətlərdən istifadəsi, yəni təbiətdə olan təbii nemətlərdən istifadə, insanların istirahəti, məsələn, turizm sahələri və s. hamısını coğrafiya elmi öyrənməkdədir. Dünyada baş verən təbii,
sosial-iqtisadi proseslər və onların nəticələri. Yəni coğrafiya elmi tək fiziki coğrafi prosesləri yox, hal-hazırda dünyada baş verən sosial-iqtisadi prosesləri, onların nəticələrini də araşdırmaqla davam edir. Bu bilik və bacarıqlar hər bir insana, ətraf mühitə və digər insanlara daha həssas yanaşmağa, milli və ümumbəşəri dəyərlərə sahib olmağa və planetimizin dayanıqlı inkişafına töhfə verməyə imkan yaradır. Bugünkü dərsimizin izahı bu qədər. Sağ olun. Gələn dərslərimizdə görüşmək ümidi ilə.